Bu gün sizə uşaqlarda böyümə hormonu ilə müalicə zamanı valideynlərin narahatçılıqlarından danışmaq istəyirəm. Demək, xəstə bizə müraciət eləyir, xəstəyə diaqnoz qoyuruq ki, böyümə hormonu əksikliyi var, müalicə başlayırıq və valideynlərdə belə bir sual çıxır. Ay həkim, demək ki, bu müalicənin mənim uşağım üçün nə zərəri var? Biz çox narahatıq. Yəni müxtəlif suallarla qarşımıza gəlirsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, böyümə hormonu müalicəsi zamanı müalicə bizim nəzarətimiz altında olduğu üçün qorxacaq yan təsirləri yoxdur. Ümumiyyətlə, istənilən müalicə metodunun az da olsa yan təsiri vardır. Bunu nəzərinizə çatdırın. Amma böyümə hormonu ilə müalicə zamanı zaten biz xəstəni yaxın takibə alırıq. Burada önəmli olan odur ki, həqiqətən uşağınıza böyümə hormonu lazımdır ya deyil, bunu ortaya çıxartmaq. Əgər həqiqətən də böyümə hormonu ilə müalicəyə ehtiyacınız varsa, hər 3-6 ayda bir klinikamıza dəvət edirik uşaqları və bu zaman müayinə olunur. Demək, boyu tempi, yəni 3-6 ay müddətində nə qədər boyu uzanır. Sonra bəzi hormonal analizlərə baxırıq. Sol əl biləyinin rentgeninə baxırıq. Təbii ki, bu hər kontrolda olmur və yaxud da ki, müalicəyə davam eləyəcəyik, yoxsa ara verəcəyik, bunun qərarını veririk. Son olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, böyük hormonu ilə müalicə həkim nəzarətində olduğu üçün qorxulacaq yan etkiləri yoxdur.